بسم الله الرحمن الرحیم. فهیه کالحجاره او اشد قسوة. Bəqərə surəsində 74-cü ayədə Allah-u Teala bəzi qəlbləri oxşadır daşa. Buyurur, bu qəlb o qədər paslanıb, o qədər bərkiyib, daha təsir götürməz, onlar daş. Buyurur, fəhiyyə kəlhicarə. Bu qəlblər daş kimidirlər. Əv əşəddu qəsvətən. Ya daşdan da qəsavətdə, çobudluqda və bərkidə bəzən qəsavətləri çoxdur. Pəs bir sıra qəlblər var, mülayimliklərini əldən verərlər, qəsavətə çevrilərlər. Bir sıra qəlblər var, o təsir götürmələrini, haqqı qəbul eləmələrini dəyişərlər. Qəsavət tutarlar. Allah-u Teala bu məsələdə davamında daşla qəlbin məsəlin ki, buyurur, qəlblər bəzən daşdan da çobud olarlar, izah eləyir. Buyurur, daşda bəzən yəşşəqqəqu fəyəxrucu minhul ma. Daş bəzən parçalanar, su axar, bəzən çaylar axar, bəzən daş külək vurar, hərəkət eləyər, tərpənər. Görsən, dağdan bir daş düşdü dağın ətəyinə, küləyin əsərində. Deyir, pəs bu daş bəzən içəridən təsir götürər, su və çay axar. Bəzən çöldən təsir götürər, küləklə hərəkətə gələr. Bir sıra insanlar nə içərilərindən təsir götürərlər, nə çöllərindən. Nə fitrət və vicdanları təsir qoya bilər, o qədər qəsavət tutublar, qəlbi paslanıb. Nə çöldən peyğəmbərlərin, ovliyaların, alimlərin sözü, muizələri onlara təsir edir. Nə o külək, nə bu bulaq. Yəni, nə fitrət, vicdan, nə ənbiyanın muizəsi, ovliyanın muizəsi. Deyir, bunlar daşdan da bərkidirlər. İnsan gərək həyatında inatkarlığını davam verməyə. Əgər haqqın qabağında, haqqın qarşısında inad eləyə, bu inad davam tapsa, ardın gəlsə, insanın qəlbi qəsavət tutar və belənçi bir vəziyyətə düşər. Ulaikə kəlhicarə. Hum hiyə kəlhicarə. Bunlar daş kimindilər. Esselamu aleyküm ve rahmetullah ve berekatuhu.